Deməli dostlar, qısa bir fikrimi paylaşacağım sizlərlə. Bilirsiniz də mən hər zaman efirdən çıxıram, insanları çağırış eləyirəm, gəlin təşkilatlanaq, gəlin əl-ələ verək, hətta sərt də danışıram bəzən. Bəzi dostlar, qardaşlar yazırlar, zəng eləyirlər ki, də danışırıq bu xalqın durumu ilə bağlı, vəziyyətlə bağlı, xalqın səsinin çıxmaması ilə bağlı. Deyirəm, adama sual verirəm, bu bəzən yazan dostlar, qardaşlar olur, yazırlar, zəng eləyirlər, deyirlər ki, xalqın səsi çıxmır, xalq budur. Deyirəm, qardaş, xalq kimə deyirsən sən, xalq sənsən də, sən özün yoxsan da, qardaş. Yəni, sən xalq kimə deyirsən ki, sən? Mən səsim çıxır, sözümü deyirəm, sənin səsinəm. Sənin demədiyini mən deyirəm. Və səni də çağırıram ki, gələsən, sən də deyəsən. Sən də dəstək verəsən, sən də bir gücə güc qatasan. Bunu mən sənə deyirəm, qardaş. Yoxsa mənə zəng edib, qardaş, xalq budur da, xalq qalxmır. Qardaş, sən özün qalmırsan, özün yoxsan sən. Yəni, qıraqdan yaşasın Rafael Piriyev, nə bilim, yaxşı oğlandı, halal olsun, kişi adamı da. Bunu mən bilirəm, qardaş. Başıma dönüm, bunu mən bilirəm. Sən özün yoxsan, səni çağırıram mübarizəyə, siyasətə qarışmağa, gələcəyimizə sahib çıxmağa, gəlmirsən. Gəlmirsən, qardaşım. Məsələ burasındadır. Sən problemi birinci özündə axtar. Ay, bax, belə düşünən insanlara səslənirəm, qardaşlara, dostlara, bacılara. Birinci özündən başla, özün yoxsan. Özün yoxsan, qardaş. Bax, xaricdə 5 milyon Azərbaycanlı yaşayır. 5 nəfər əl-ələ verib, bir istiqamətdə iş apara bilmir. Yoxdur. Apara bilmir, yox, apara bilərik. Amma yoxsunuz. Yekil ki, kişilər oturublar xaricdə, oturanların bir dostumuz yazıbdı, Fransada yaşayır. Da salam, sağ ol elədik, deyir, bəs bu xalqa mümkün deyil, xeyri yoxdur, bu xalqla mümkün deyil. Deyirəm, qardaş, özün oturmuşsan Fransada, bu xalqla mümkün deyil, nədir? Bu xalqın biri sənsən də. Sənlə mümkündür ya, yox. Hə desən, bir yerə gəlib mübarizə aparacaq, dirəniş göstərməliyik, çincine verməliyik, birlikdə iş görməliyik. Yox desən, qardaş, sən onda hansı üzdən danışırsan, nəyə dayanaraq bunu deyirsən, xalq yoxdur, qardaş, sən yoxsan, birinci sən özündən başla. Bu sözü deyən adamlar birinci özündən başlamalıdır. Xalq yoxdur, səsi çıxmır. Sən haradasan, qardaş? Sən xalq deyilmisən? Sən xalqın evladı deyilmisən sən? Qardaş, gəl də, sən özün mübarizədə yoxsan. Sən Azərbaycanda əxlaqsızlığın, narkomaniyanın, alçaqlığın, rüşvətxorluğun, özbaşınalığın yayılmasına sakit qalmaqla şərait yaradan adamsan. Sən kimə irad bildirsən, qardaş? Kimə? Sən özün yoxsan. Başa düşürsən, sən özün yoxsan. Sən özün seyirci qalmısan, sən özün şərait yaradırsan. Xalq yoxdur, xalq gələsi də öyle, bu xalqla neyə bilərik? Qardaş, birinci sən özündən başla, səndən bir şey eləmək var ya, yox. Sən buna cavab vercinin, əzizim. Ona görə deyirəm, buradan bəzi dostlara, qardaşlara, bacılara səslənirəm. Sizlər də şikayətlənirsiniz. O halda şikayətlənə bilərsiniz ki, səsiniz çıxarır, can atarsınız meydanda. Yəni, mübarizə meydanında mübarizənin adamı olarsınız. Bir haqq davanız olar. O zaman o sözü deyə bilərsiniz. Sən otur evdə, olmur axı. Sən baxırsan ki, mən bu sözü deyirəm efirdən, o söz elə sənə aiddir da. Sən özün yoxsan da, qardaşım. Mən efirdən deyirəm, xalq qardasan, ay xalq, ay millət. Niyə mübarizə aparmırsan, niyə dirəniş göstərmirsən, niyə siyasətə qarışmırsan, niyə təşkilatdan meyilli deyirsən? Bunu mən sənə deyirəm, daim mənə yazan qardaşlar, bacılar, bunu mən sizə deyirəm da, siz yoxsunuz. Siz kimə deyirsiniz? Məsələ bu deyil, dostlar. İnsanlar ağlını hələ də düzgün istiqamətə istifadə eləmir, işlətmir. Görülən oldu ki, ağıl hələ də nəfs üçün istifadə olunur. Nə olsun ki, dəstək verir, nə olsun ki, düzünü deyir. Amma meydana can atmır. İnsanlar canını, malını, mülkünü fəda vermək istəmir. Belə millət evladım olar, belə vətən kişisim olar. Bu nədir belə, qardaş? Bu nədir belə? Kişi demişkən, elə efirdən də deyirəm ki, bəzən kişilərimizə səslənəm, ya kişi, siz nətər kişisiniz, siz vətəndəki baş verən bu qədər ədalətsizliyə qarşı niyə çıxmırsınız? Yəni, deyirsiniz ki, kimə inanaq ki, kimin dalınca gidək? Qardaş, sən dalınca getməyi, qabanca getməyi boş ver aynı. Yerdə bir ölü var, onu bastırmaq lazımdır.
Gəlin bu tabutu kömək eləyin qaldıraq. Dəstək verin, kömək mən tək nətər aparım tabutu. Ölübdür bu. Azərbaycanda ədalət ölüb, aparıb bastırırıq. Yeni ədalət doğmaq lazımdır. Yeni insan haqları. Bunu doğmaq lazımdır, doğmaq. Bunu bastırıb yenisini yaratmaq, yenisini doğmaq lazımdır. Yenisini nədir? Bərpa eləmək lazımdır. Ədalət bərpa eləmək lazımdır bir sözlə. Mən bunu deyirəm, qardaş. Amma siz gəlmirsiniz. Hamı olub, nə bilim, kimə baxırsan boypxun verir özünə. Nə bilim, bəzə, yaxşı oğlan, yaxşı kişi, vətənimi sevirəm, ürəyimi sevirəm, ürəyim qurban, canım qurban. Qardaş, bundan iş olmur. Vətənimi sevirəm deməklə iş düzəlmir. Vətəni sevirsənsə, sevginin dalınca getginən. Məsələ budur. Sən sevginin dalınca getmirsən, düşmürsən ortalığa, quru sözlə sevgidən danışırsan. Vətənimi sevirəm, nə bilim, millətimi sevirəm. Mənim millətimdən yoxdur, mənim vətənimdən yoxdur. Yoxdun da varlığını qoru da, saxla da, ədalətsizliyə qarşı çıx da, qardaş. Haqsızlığa, nə bilim, əxlaqsızlığa, narkomaniya öz başına alıb, baş alıb gedir. Və siz nə tər kişisiniz? Mən bu iradları bildirməliyəm də, deməliyəm də, qardaşlar. Siz nə tər kişisiniz ki? Yəni, kişinin vətənində ədalət olar, kişinin yaşadığı torpaqlarda necə fahişəlik, narkomaniya, öz başına alıb, baş alıb gedir. Yəni, kişinin vətəni belə mi olmalıdır? Kişi ona qarşı savaşmalı deyil mi? Canını fəda verməli deyil mi? Qardaş, yox deyə bu sizdə. Bunu mən deməliyəm də, mən tələb eləməliyəm də. Bilirəm, sözlərim azıdır, xoşunuza gəlmir. Bir çoxunuz qəbullanmırsınız, amma reallıq budur. Reallıq budur. Yalandan duraq kişi, nə bilim, kişi ola bilər, yaxşı kişi, yaxşı insanı. Nə gözəl, mərhəmətli, qardaş. Azərbaycanda ədalətsizliyin qarşısına durursan ya yox. Bunda varsan ya yox. Azərbaycanda insan dəyəri, heyvan dəyəri, uşaq dəyəri, qadın dəyəri, yaşlı dəyəri, bitki dəyəri ayaqlar altındadır bütün dəyərlər. Adamlar sənin evinə televizordan belə girib. Televiziya kanallarına belə sənin belə evinə giribdir. Ay adamlar, ay kişilər, özünə kişi deyənlər. Buna qarşı duruş gətirmək lazımdır, savaşmaq lazımdır. Mən durum deməyim, çağırış eləməyim. Mənim bəzi sözlərim sizin xətrinizə niyə dəyir ki? Deməliyəm də. Biz əgər millətin ləyaqətli kişiləri isə, kişinin də bir davası olar. Yəni, millətin, vətənin ləyaqətli kişisinin bir davası olar. Haqsızlığa qarşı, haqqın istiqamətində bir davası olar, bir mübarizəsi olar. Bir qisas hissi yaşayar bunda. Bu şey yoxdur sizdə. Yoxdur. Yekə kişilərə mübarizə deyirsən, qaçır. Siyasət deyirsən, qaçır. Deyirsən, kişi sən evində yaxşı kişi ola bilərsən, dostunun, tanışının yanında, qohumunun yanında. Bu o qədər kifayət deyil, o. Yəni 100 il, 200 ildən sonraki nəsillərə cavab verəcək bir argument deyil bu. Başa düşürsən, ay özünə kişi deyənlər. Ay qardaşlar, anlayırsınız nə demək istəyirəm? Yəni Əliyev rejimi bu millətə elə zülm yaşadıb ki, sabahların bu rejim devriləndən sonra bu Əliyev hakimiyyətinin illərlə də bizə yaşatdıqlarının üzərindən filmlər çəkiləcək. O qədər zülm eliblər, o qədər alçaqlıq eliblər ki, o qədər bilmədiyimiz sirlər var ki bu rejimin bu Əliyev hakimiyyətinin bizə elədiyi. And olsun Allah. Onun üzərindən filmlər çəkəcəklər. 200 ildən sonraki nəsillər baxacaq filmlərə. Bugünkü günü xatırlayacaqlar, deyəcəklər orada kişi yox idi. O millətin kişilərə baxırdı. Ona tək kişilər idi. Elə kişi olur. Elə deyəcəklər bizə. Sən bugünkü gün üçün özünə bərbəzə verməklə deyək ki, sən 100 ildən sonraki nəsillərin sənə nə deyəcəkdir? Ay, özünə ləyaqətli kişi də olsun, qadın da olsun, hamımıza aiddir. Ay, özünə ləyaqətli Azərbaycanlıyam deyən, vətənimi sevirəm deyən. Yəni 200 ildən sonraki nəsillər bugünkü zülmün üzərindən danışılacaq, qəzetlərdə yazılacaq. O zaman texnika daha da irəliləyəcək, hər şey daha da irəliləyəcək. Texnologiya hamısı irəliləyəcək, daha da yaxşı olacaq, daha da aydın görəcəklər bizi. Bizim bax 100 il sonraki nəslər bizim bugünkü günümüzü daha da açıq görəcəklər. Corumuza söyləyəcəklər, papağımıza söyləyəcəklər bizim. Mundar bir tayfa olmuşuq biz, belə deyəcəklər bizə.
Deyəcəklər, nə mundar, nə alçaq, nə biqriyyət bir nəsil olub bu nəsil. Bunu bizə deyəcəklər. Sən bir kişi olaraq, sən bir Azərbaycanlı olaraq, sən bunu düşünmürsən sən. Sənin düşüncən ağlın hansı istiqamətə işləyir? Mən ləyaqətliyəm, yaşayışımı tanıyıram. Hansı yaşayışını qardaş? Hansı yaşayışını? Sənin yaşayışının içərisində haqsızlığa qarşı mübarizə yoxdursa, o nə yaşayış deyil, nədir o? Elə yaşayış olur. O nəfs üçün yaşamaq deməkdir. O sənin ləyaqətli yaşamağın demək deyil ki. Bilirsiniz, hesabı düzgün aparmaq lazımdır. Hesabı düzgün aparmaq lazımdır. Dəyərləri düzgün hesablamaq lazımdır. Mən qapımdan içəri atıb satan. Yaxşı kişi evinin içine atıb sat olar. Bu sözü kim deyib bizə? O nə deməkdir? Yaxşı kişi birinci vətənini qoruyar, vətənində ədaləti sağlayar, bərpa eləyər. O ədalətin olduğu yerdə o kişinin ailəsi də ədalətli yaşayacaq. O kişinin ailəsinin də hüquqları qorunacaq. Kişinin özünün də, kişi buna deyirlər. Yaxşı kişi və evindən içəri atıb satdı. İşlədi, yaxşı pul qazandı, 500 manat çörəyini qazandı. Demirəm, o lazımdır, məsələ o deyil. Amma yaxşı kişinin işi orada bitə bilməz axı. Yaxşı kişi evinin içine atıb satdı. Baş verənlərə də reaksiya verməsin, dəstək verməsin. Yəni, nə maddi, nə mənəvi. Sonra da düşün ortalığa deyin ki, biz Azərbaycan sevirik. Biz vətən üçün canımızı qurban verərik. Ha vaxt verəsən? Nə vaxt? Boş sözlərlə məzara qədər denən ki, qurban verəcəm. Ha vaxt? Nə vaxt verəsən də qardaş? Ölkədə ədalətsizliyi öz başına alıb başarıb gedir. Bunun üçün canımızı qurban verməliyik. Nə vaxt verəsən sən? Nə tək kişisən sən? Məsələ bu deyil dostlar. Bu reallıq, bu həqiqətlər deyilməlidir. Xalq mübariz olmalıdır. Xalq təşkilatlanmağa meyilli olmalıdır. Seçimi düzgün eləmək lazımdır. Ağlımızı işlətməliyik.